Ağlınız və vaxtınız xeyir, Aynesin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 6-cı mövsümün 38-ci, yəni ikinci yarım final oyunundayıq. Bugün artıq ikinci finalçımızı təyin eləyəcəyik. Odur ki, Ağıl Dəryasına izləməkdə davam eləyin. Facebook ünvanımız aktivdir. Layihə rəhbərimiz və prodüserimiz Elçin Bayramov sizin ismarıcılarınızı, rəylərinizi, təkliflərinizi oxuyur, dəyərləndirir. Onu da nəzərinizə çatdırım ki, tədris ilinin sonunda Ağıl Dəryasında final oyunu olacaq. Final oyununda qalib gələn iştirakçımızsa sürpriz hədiyyəmizi qazanacaq. Və bugün 12 yarım finalçımızla ayrı-ayrılıqda tanış olaq. Emil Kərimli, Salyan şəhəri 4 saylı orta məktəb. Şükür Şükürlü, Bakı şəhəri 215 saylı orta məktəb. Ülvi Kərimov, Ağsu şəhəri 1 saylı məktəb lisey. İlkin Zülfüqarlı, Bakı şəhəri 99 saylı orta məktəb. Fuad Vəliyev, Bakı şəhəri Ankara məktəbi məktəb liseyi. Əskər Məmmədov, Bakı şəhəri 36 saylı orta məktəb. Əşrəf Məşiyev, Sumqayıt şəhəri Texniki və Təbiət Elmlər liseyi. Ayşə Nimanova, Bakı şəhəri 204 saylı orta məktəb. Fidan Canəliyeva, İsmayıllı şəhəri 3 saylı orta məktəb. Əfsanə Əliyeva, Bakı şəhəri 59 saylı orta məktəb. İlkin Cəfərli, Bakı şəhəri Texniki Humanitar liseyi. Məhəmməd Axundov, Bakı şəhəri 160 saylı klassik gimnaziya. Oyunumuza birinci turla başlayacağıq. Birinci turda 10 sual səsləndirəcəm və səsləndirdiyim sualların düzgün cavabını tapmağınız üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz. Qonq səsindən sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilərsiniz. Yarım final oyunu olduğuna görə birinci turda 3-cü və 6-cı sualdan sonra xallarınızı xatırlatmayacağıq. Birinci tur bitdikdən sonra xallarınızı biləcəksiniz. Birinci turdan kim ikinci tura keçsə, birinci turdakı xal onun ikinci turdakı nəticəsinin üstünə əlavə olunacaq. İkinci turdan üçüncü tura keçən iştirakçılarımızın xallarının üzərinə də hər iki turda, yəni birinci və ikinci turda yığdığı xallar əlavə olunacaq. Əlavə sual turuna qalan iştirakçılarımız olarsa, onların da əlavə sual turunda düz cavabları bir xal kimi dəyərləndiriləcək. Hər şey əvvəlki qaydadadır. Sadəcə yarım final oyunudur. Bilirəm, həyəcanlısınız, gərginsiniz, amma bütün bunları kənara qoyun və çalışın ki, suallarımızı diqqətlə dinləyib düz cavab verməyə çalışasınız. Çünki finalın bir addımlığındasınız. Beləliklə, birinci turun birinci sualı belədir. Azərbaycan dili 1918-ci ilin hansı tarixində dövlət dili elan edildi? 24 iyunda, 27 iyunda, 9 noyabrda, yoxsa 7 dekabrda? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı B 27 iyunda olacaqdı. İkinci sualımız belədir. Hər birinin kütləsi 1 kiloqram, aralarındakı məsafə 1 metr olan iki maddi nöqtə arasındakı cazibə qüvvəsinə bərabər olan kəmiyyət necə adlanır? Gravitasiya sabiti, itələmə qüvvəsi, cazibə qüvvəsi, yoxsa ağırlıq qüvvəsi? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı A, gravitasiya sabiti olacaqdır. Üçüncü sualımız belədir. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu zaman ədəbi dilin hansı norması pozulur? Fonetik, qrammatik, leksik, həm fonetik, həm leksik. Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı B, qrammatik olacaqdı. Dördüncü sualımız belədir. 19-cu əsrdə Azərbaycanın hansı mahallarında usta daşıqlar yetişməyib? Göyçə, Bakı, Şəmkir, yoxsa Urmo? Buyurun, vaxt getdi. Vaxt bitdi. Dördüncü sualımızın düzgün cavab variantı B, Bakı olacaqdı. Beşinci sualımız belədir. 1941-ci ildə Hitlerə Azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq haqqında kim müraciət etdi? Fətəli Bəyli Düdənginski, Rəsulzadə, Ağayev, yoxsa Bağırov? Buyurun, vaxt getdi. Vaxt
Bitti. Sualımızın düzgün cavab variantı A. Fətəlibəyli Düdənginski olacaqdı. 6-cı sualımız belədir. Tıva, Altay və Xakasya hansı regiona aiddir? Sibir, Şimali Qafqaz, Volqa, Ural, yoxsa Mərkəzi Asiya? Buyurun, vaxt getdi. Vaxt bitti. 6-cı sualımızın düzgün cavab variantı A. Sibir olacaqdı. 7-ci sualımız belədir. Mendeleyevin elementlərin dövrü sistemində 26-cı element hansıdır? A, B, C, yoxsa D? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımızın düzgün cavab variantı D, feryum olacaqdı. 8-ci sualımız belədir. Dişi homogametlilik hansı orqanizmdə göstərilib? Kəpənəklərdə, quşlarda, məməlilərdə, yoxsa sürünənlərdə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı C, məməlilərdə olacaqdı. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. Diqqətli olun, sualımız belədir. I had instructions that I nöqtələr to leave the door unlocked when I came home. Will bring, were, am, yoxsa was? Buyurun, vaxt getdi. Vaxt bitdi. Sualımızın düzgün cavab variantı D, was olacaqdı. 10-cu sualımızda ənənəvi sualdır. Burada milli mahnılara və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Sualımızın düzgün cavab variantı B, Eldar Mansurov olacaqdı və dinlədiyiniz musiqi əsəri Eldar Mansurovun Melodiya əsərindən bir parça idi. Birinci turun yekun nəticələri belədir. Fidan 8 xalla birincisən, artıq ikinci turdasan, səni təbrik eləyirik. Ayşən, Məhəmməd, İlkin Cəfərli, sizin hərənizin 7 xalı var və ardıcılığı bu cür davam etdirirsiniz. Şükür və Əşrəf, sizin isə hərənizin 6 xalı var, 5-ci, 6-cı yeri bölüşdürürsünüz. Adını çəkdiyim bu 6 iştirakçı artıq ikinci turdadır, sizi təbrik eləyirəm. Emil, Əskər, Fuad, Əfsanə, sizin hərənizin 5 xalı var və sıralamanı bu cür davam etdirirsiniz. Ülvi 4 xalla 11-cisən, İlkin Zülfüqarlı 4 xalla sonuncusan. İştirakçılarımızın gərginləşdiyi, həyəcanlandığı və suallarla bağlı əməlli başlı çaşqınlıq keçirdiyi ikinci tura başlayırıq. Sizinlə mənəm Murad Əzimzadə. İkinci turdan üçüncü tura keçən iştirakçılarımızın ümumi xalları, yəni birinci və ikinci turdakı xalları hesablanacaq və üçüncü turdakı xallarının üzərinə gəlinəcək və biz bugünkü qalibimizi təyin eləyəcəyik. Ona görə də diqqətli olun, həyəcanlanmayın. Artıq siz finala daha çox yaxınsınız. Çünki artıq 6 nəfər qalmışsınız, amma bayaq 12 nəfər idiniz. 6 nəfəri geridə qoydunuz. Gərgin mübarizə gedir. Fidan, sənlə başlayacağıq ikinci tura. Əhvalı necədir? Sağ olun, yaxşıyam. Həyəcan varmı? Var. Düşünürsənmi ki, bu həyəcan sənin qalib gəlməyinə mane olsun? Biraz. Ağıl dəryasında qalib olduğun həftə məktəbə gedəndə nə dedilər sənə müəllimlərin? Yaxşı sözdədir. Demədilər ki, bax, Muradın suallarına gərək kəskin cavablar verərdin. Xeyr. Heç pislədilər mənim. Adətən müəllimlər məni xoşlamır. Xeyr, əksinə... Nə dedilər haqqımda? Müəllimlərin maaşı falan danışmışdıq ona görə. Xoşlarına gəlmişdi ki, müəllimlərin maaşından danışıb halal da olan, eləmi? Həmişə müəllimlərin tərəfini saxlayırsınız. Ona görə də... Təbii ki, tək müəllimlərin tərəfini saxlamıram. Ədalətli olan nədirsə, onun tərəfini saxlayırıq. Ağıl dəryası və Aynəs tipi olaraq. Bəs sənə dedilərmi ki, fond pulu filan suallarından gərək yan keçərdin və yaxud da başqa cavablar verərdin? Xeyr. Tanıyırdılar səni ağıl dəryasında qalib olandan sonra? Küçədə, evdə, qonşular, hamı. Nəsə deyirdilər? Heç sən demirdilər. Amma bilirdilər ki, sən qalib olmuşsan. Yaxşı, sınaqlara gedirsənmi? Bəli. Nə qədər bal yığımsan axırıncı sınaqda? 595. Hara qəbul olmaq istəyirsən? Dövlət İdarəetmə Akademiyasına. Hansı fakültə? Hüquq. Qəbul ola biləcəksənmi bu balla? Biraz artırmalısan nəticəni.
Ümid eləyək ki, tədris ilinin artıq sonlarıdır. Çalış ki, çox oxu ki, nəticən də yüksək olsun. Hazırsansa başlayaq. Fidan, bir dəqiqə vaxtın getdi. Hansı üslub daha ümumbəşəridir? Bədii. Elmi. Xüsusi Zaqafqaziya Komitəsi hansı hadisədən sonra devrildi? Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra qədim çılpaq toxumlu bitkilərin tədricən məhv olmasına nə səbəb ola bilər? Pas. İqlimi sərt olması. Molla Pənah Vaqifin təxəllüsü nədir? Pas. Vaqif. Sahəsinə və əhalisinə görə ən kiçik müstəqil Türk dövləti hansıdır? Pas. Şimali Kipr Türk Respublikası. Qüvvə ilə onun təsir müddəti asilinə bərabər olan vektorial fiziki kəmiyyət necə adlanır? Pas. Qüvvə impulsu. Eyni elementin atomlarında protonların sayı fərqli ola bilərmi? Bilər. Xeyr. Ağdamdan Xankəndinə dəmir yolu nə vaxt çəkildi? 63-də. 1960. 1979-cu ildə. Dəniz yosunlarının orqanizmin nədən ibarətdir? Pas. Tallomdan. İngilis dilindən investigation necə tərcümə edilir? Sənaye. Sənaye. Tədqiqat. Növbəti iştirakçımız Ayşən, sən əhvalı necədir? Min şükür, yaxşıdır. Sən necə ağıl dəryasında həftənin qalibi olandan sonra nələr dəyişdi? Məktəbdə, evdə, hazırlıqda? Demək olar ki, heç nə dəyişmədi. Sadəcə bir-iki yoldaşım var idi ki, onlar da məndən sonra gəlib iştirakçı kimi qatıldılar. Onlar qalib ola bilmişdilərmi? Biri hə. Biri qalib olmuşdu. Bəli. Bu yaxşı örnəkdir, bu yaxşı göstəricidir ki, bax çevrənizdəki abituriyentlər sizə baxıb ağıl dəryasında iştirak edib öz biliklərini sınamaq istəyirlər. Bu əla göstəricidir. Sınaqlardan nə qədər bal yığırsan? Balımı ancaq yaxın insanlara deyirəm. Yaxın insanlara deyirsən, bizə demirsən. Yəni bu qədər uzaq olmağımız və yaxud da yaxın olmağımız önəmli deyil. Sadəcə nəticəni bilmək istəyirdik ki, görək qəbul ola biləcəksən yoxsa yox. İnşallah qəbul olacaq. İnşallah. İndi cavablarından da biləcəyik ki, nəticən aşağı-yuxarı təqribən nə qədərdir. Müəllimlərin ağıl dəryasındakı iştirakından sonra dedilərmi ki, gərək o sözü deməzdin, gərək belə danışardın və s. Mən demək olar ki, məktəb barədə heç nə danışmadım. Siz məndən universitet barədə soruşdunuz. Olsun, universitet barədə belə olsa. Universiteti biraz pislədiyim üçün yoldaşlarım dedilər ki, gərək deyərdin, yaxşıdır. Nəyə görə deyirdilər ki, yaxşı tərifləməlisən, yaxşı deməlisən? Tibb universitetini bitirən məzunlar istədilər ki, oranın adı pis təsirlənməsin. Bizim hansısa təhsil ocağına, hansısa universitetə düşmən mövqeyimiz yoxdur. Biz yaxşı tərəfləri dediyimiz kimi, göstərdiyimiz kimi negativ halları da deyirik ki, bir nəticə çıxarsınlar, olan negativ halları aradan qaldırsınlar. Yəni, məqsədimiz odur ki, gənclər, sizli, bizli, hamımız yaxşı bir təhsil alaq. Yəni, ölkəmizdə yaxşı bir təhsil olsun. Yəni, bunun üçün çalışırıq. Tibb universitetinə qəbul olmaq istəyirsən? İnşallah. Hansı fakültə? Müalicə işi. Müalicə işi. Görə cavabların səni müalicə işi fakültəsinə aparacaq, yoxsa yox. Hazırsansa başlayaq. Hazır. Ayşən, bir dəqiqə vaxtın getdi. Funksional üslublar içərisində ən son yaranmış üslub hansıdır? Publisistik. Düzdür. Trabzon konferansında Qafqaz nümayəndə heyəti hansı məsələyə etiraz etdi? Pas. Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrinə, kökümsov gövdələrindən yerüstü gövdənin dip hissəsindən çoxlu əlavə gövdələrin əmələ gəlməsinə nə deyilir? Saçağı kök sistemi. Bitkinin kollanması. Sahəsinə görə ən böyük Türk dövləti hansıdır? Qazaxıstan. Düzdür. Qüvvənin təsirinin nəticəsi qüvvənin qiymətindən başqa nədən asılıdır? Zamandan. Onun təsir müddətindən. Kimyəvi element nəyə deyilir? Pas. Atomların müəyyən növünə. Füzulinin xətaya ünvanladığı əsəri. Yoxdur. Bəngübadə. Çılpaq toxumluların meyvələri necə olur? Quru meyvə. Qozalar. Onların meyvələri olmur. Cənubi Qafqazı idarə etmək üçün 1917-ci il noyabrın 15-də Tiflisdə yaradılan orqan hansı idi? Zaqafqaziya Komissarlığı. Növbəti iştirakçımız Məhəmməd, sən əhvalı necədir? Sağ olun, yaxşıyam, sizəcəz. Biz də yaxşıyıq. Səncə qalib ola biləcəksən Məhəmməd? Suallardan asılıdır. Yəni, suallar necə olmalıdır ki, sən qalib olasan? Çox asan? Bildiyim suallar. Yox, asan çətin. Hansı sualları bilirsən? O baxır artıq suallar. Hansı mövzuları bilirsən yaxşı? Hər mövzudan bilirəm, sadəcə onu bilmədiyim tərəfləri var. Hansı qrupa hazırlaşırdın sən? 2-ci qrupa. Nəçə olmaq istəyirsən? İqtisadçı.
Harda işləmək istəyirsən? Hər hansı bir özəl şirkətdə ya bankda ola bilər. Çoxlu pul qazanmaq istəyirsən? Təbii ki. Həftənin qalibi olandan sonra nə dedi müəllimlərin sənə? Təbrik etdilər məni. Ancaq təbrik. Başqa nə etmədilər ki? Yəni Uğurlarımın davamını arzuladılar. necə? Uğurlarımın davamını arzuladılar. Bəs müəyyən söhbətlərimizə, müəyyən mənim fikirlərimə bir etiraz elədilərmi ki, bax dedilərmi ki, etiraz Məhəmməd, bax ediləsi növbəti dəfə gedəndə Murada denək ki, bax belə şeylər danışmasın. Xeyr, etiraz ediləsin, nə mənim fikrim var idi, nə sizin. Yəni, Sınaqlara gedirsənmi? getmişəm. Nə qədər bal yığmısan? 406 bal. Yəni bu balla qəbul olmaq çətindir, yoxsa Çətindir, yox. Yaxşı bir, nisbətən prestijli bir institutda, bir ixtisasa qəbul olmaq çətindir. çətindir? Nə etmək lazımdır ona görə? Daha da çox çalışmaq, nəticəni Çalışırsanmı? çalışıram. Eşitdiyimə görə sosial şəbəkələrdə ağıl dəryasını tənqid eləyirsən və sənin dostların tənqid eləyirsiniz, əcəb eləyirsiniz, Mən yaxşı tənqid eləyirsiniz. eləmirəm. Hə? Yox, tənqid eləməmişəm. Bəs necə? Yəni Dostlarımın fikirlərini eşitmişəm. Yəni necə fikirdədirlər bizim veriliş haqqında? Mənə çox maraqlıdır. Bir Nə növ, fikirləşirlər? biraz necə deyim, bir qədər özlərinə arxainçılıq var onlarda, bəzi dostlarımda. Yəni dost yox, tanışlarımda. Çünki sırf yoldaşlarım deyil ki, hər halda. Bəzi tanışlarımda elə bir ki, arxaindirlar bir növ mahiyyətin bayı düşmürlər bir növ. Ağıl dəryası mahiyyətini başa düşmürlər. Tam bayı düşmürlər. Yəni Mənə gəlir. rişxənd eləyirlər ki, bu nə verilişdir, niyə ora çıxırsınız? Elə bir şey, bəli. Hərənin öz fikri var, yəni buna görə biz onları ittiham eləmirik, tənqid də eləmirik. Hər kəs hər kəs öz düşüncəsində azaddır və onların da fikrinə hörmətlə yanaşırıq. Hazırsansa başlayaq. Məhəmməd, bir dəqiqə vaxtın getdi. Azərbaycan dilinin müstəqillik dövründə yüksək sürətlə inkişaf etmiş üslubu hansıdır? Rəsmi şüzar, Düzdür. Seyid Əzim Şirvani haradan anadan olub? Şamaxıda, Düzdür. Zaqafqaziya Komissarlığındakı Azərbaycan milli fraksiyasına kim başçılıq edirdi? Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə. Çılpaq toxumların neçə növü var? Bas, 750. Türk dilləri qrupu hansı dil ailəsinə mənsubdur? Altay, Düzdür. Yer dəyişməsinin zamandan asılılıq qrafiki sinusoid olan rəqslər necə adlanır? harmonik, Düzdür. Hansı maddənin atomunda neytron yoxdur? pas, Yüngül hidrogen. Heydər Əliyev nə vaxt Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsinin siyasi bürosu üzvlüyünə namizəd seçildi? 1969, 1976. Feilin hansı növünün işlədildiyi cümlənin mübtədası olmur? şəxssiz, Düzdür. İngilis dilindən yarımada sözü necə tərcümə edilir? peninsula, Düzdür. 1838-ci il Şəki üsyanının başlanması üçün bəhanə nə oldu? Varşavada müsəlman alay atlılarının yığışması, Muafların hüquqlarının məhdudlaşdırılması. Növbəti iştirakçımız İlkin sən əhvalı necədir? Sağ olun, siz necəsiz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mən iqtisadçı. Sən də iqtisadçı olmaq istəyirsən. Harada işləmək istəyirsən? Bankda yaxud özəl şirkətdə. Nə qədər məvacib düşünmüsən haraya özünə? Gələcəkdə. Hələ düşünməmişim. Fikirləşmirsən ki, bax gələcəkdə sən hansısa bir şirkətdə, hansısa bir bankda işləsən, bax bu qədər məvacib alsan, bu qədər maaş alsan, bax o səni qane eləyər. Yox, yəni yüksək maaşlı bir işdə işləmək üçün çalışacağım. Yəni maaşın miqdarını bilmirəm. Müəllimlərin də münasibətin necədir? Çox yaxşı. Sınaq nəticələrini deyirsən müəllimlərinə. Bəli. Nəticələrin yüksək olur aşağı. Sonuncu imtahanda 606 bal yığmışdım. 600 nə qədər? 606. 606 bal yığmışdın. Pis nəticə deyil. Yüksəldə də bilərsən. Olurmu ki, müəllimlərin bax ağıl dəryasının yarım finalına gəlməmişdən əvvəl səni yönləndirsinlər ki, bax İlkin bu cür danış, belə de, bu sözləri de. Xeyr, Olmayıb belə bir hadisə. xeyr. Sən bizdə qalib olan həftə nə dedilər məktəbdə? Sadəcə təbrik elədilər. Yarım finalda uğur arzuladılar. Dedilərmi ki, müəllimlərin ki, bax Murad məktəblərdə fond pulundan danışır, müəllimlərdən danışır və s. Yox, mənim olduğum yarışmada, yəni mənlə söhbətdə məktəbdən yox, daha çox dollar-manat münasibətindən danışmışdıq. Ona görə Dollar manatın müəllimlər və şagirdlər arasındakı yerindən danışmışdıq, mövqeyindən danışmışdıq. Ola bilər ki, mən o mövzuları Fransada bir şou aparıram, yəqin orada danışmışam. Çünki Məhəmməd də qeyd elədi ki, o olduğu şouda belə şeylərdən danışmamışıq. Lap yaxşı. Hazırsansa başlayaq. bəli. İlkin,
Bir dəqiqə vaxtın getdi. Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi hansı üslubdan başlanır? Bədii üslub. Düzdür. Bayram, Pərzad, Məşədi Qurban, Tarverdi obrazları Mirzə Fətəli Axundovun hansı komediyasının qəhrəmanlarıdır? Mürafiə vəkillərinin hekayəti. Hekayəti Xırs Quldurbasan. Fətəli xan Xoyski Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması haqqında məlumatı teleqrafla nə vaxt xarici dövlətlərin başçılarına bildirdi? 18-ci il 29 may. 1918-ci il mayın 30-unda. Mamır kimlərin gövdələrinin aşağı ucundan çıxan nazik sap şəkilli olan çıxıntı nə adlanır? Milkök. Rizoid. Rusiya Federasiyasında sahəsinə görə türk dilli respublikalardan ən böyük olan hansıdır? Saxa. Düzdür. Səsin gurluğunun vahidi nədir? Desibel. Düzdür. 1917-ci il dekabrın 5-də Ərzincan barışığı nə vaxt və kimlər arasında imzalanıb? Zaqafqaziya komissarlığı ilə Osmanlı arasında. Türkiyə ilə Zaqafqaziya komissarlığı arasında. Ağıl Dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra gərgin mübarizəmiz davam eləyəcək. Bizimlə qalın. Növbəti iştirakçımız Şükür, sən əhvalı necədir? Sağ olun, yaxşıyam, siz necəsiz? Yaxşıyıq, təşəkkür edirəm. Nəçə olmaq istəyirsən? İqtisadçı. Sən də iqtisadçı olmaq istəyirsən. Yəni, bir ölkəyə bu qədər iqtisadçı olmaq istəyən gənc çox daxil. Təsəvvür edin ki, hamınız istədiyiniz yerə daxil oldunuz və hamınız iqtisadçısınız, burada pis nə var amma ki? iş tapa bilmirsiniz. Çünki həddindən artıq iqtisadçı yetişir ölkədə. Bu haqda fikirləşmisənmi? Nə deyim valla? Əvvəllər tarix müəllimi, ədəbiyyat müəllimi olmaq istəyən bəylər çox idi. Amma təəssüf ki, indi müəllim olmaq istəyən gənclər ümumiyyətlə demək olar ki, yoxdur. Yəqin dövrdən asılı da. Maraq, həvəs olur. Mən sənin yerində olsam müəllim olmaq istəyərəm. Niyə? Nəcə yəni? Çünki müəllimə tələbat var. Gənc Sizin öz müəllimlərə, fikrinizdə, gənc kadrlara tələbat var. Sizin öz fikriniz o. Yəni, hərənin öz fikri var deyə. Təbii, mən sənin fikrinə hörmətlə yanaşıram. Amma müəllimə tələbat var, amma iqtisadçı həddindən artıq çoxdur. Ən azı iqtisadçı olmaq istəyən gənclər çoxdur və təsəvvür eləyirəm ki, onlar əgər istədikləri yerə daxil olsalar və öz istədikləri ixtisasa sahib olsalar, yəni ölkədə iqtisadçı əlindən tərpənmək olmayacaq. Bu nə pis ki, yaxşıdır da. Yəni bunun nəyi pis deyil, bu əladır, yaxşıdır. İşsizliyin olması bəli pisdir. Yəni, İnanmıram ki, güman eləmirəm ki, elə bir şey olur Azərbaycanda. Vaxt var idi ki, Azərbaycanda müstəqillik dövründən sonra, inkişaf eləyəndən sonra ölkəmiz daşı atırdı, müğənniyə dəyirdi. İndi bir neçə ildən sonra daşı atacaq, gedib iqtisadçıya dəyəcək. Yəni müğənnilik peşəsini üstələyir iqtisadçı peşəsi. Bu səndə qorxu yaratmırmı? Fikirləşmirsənmi ki, bax, istədiyin universiteti bitirərsən, amma iş tapa bilməzsən? Xeyr, çünki hərə öz biliyini nümayiş etdirməlidir. Gələcəkdə nəsə bir işə sahib olmaq üçün, yəni indi imtahanlar zətlər var da, yəni bir işə girmək üçün insana baxırlar ki, necə bilir, yəni biliyin. Bizim Ağıl Dəryasında qalib olandan sonra məktəbə getdin, ilk an, nə dedilər sənə? Təbrik edədilər, uğurlar arzuladı, yəni final. Gül çiçəklə qarşılamadılar səni? Xeyr. Və onu düz eləməyiblər, gərək səni gül çiçəklə qarşılayardılar. Müəllimlərin dedilərmi ki, bax, Murad nəsə sərt bir şey desə, onun qarşısını al. Yəni, cavab verir ki, elə şeylər demə. Xeyr, yəni düz nədir, onu demək lazımdır. Yəni, artıq əksik. Müəllimlərin dedi ki, düz nədirsə, onu de. Bəli. Lap yaxşı. Yəni, bu cür düz sevər, düz pərəst, ümumiyyətlə, düzə meyilli müəllimlərin olması məni sevindirir. Bəli, hazırsansa başlayaq. Başlayaq. Şükür, bir dəqiqə vaxtın getdi. Hacı Davudun yerinə Şirvan xanı kim təyin olundu? Qazqımıqlı Surxay xan. Düzdür. Mədəni bitkilərdən ən qədimi hansı hesab olunur? Pas. Buğda. Rusiya Federasiyasında sahəsinə görə türk dilli respublikalarından ən kiçik olan hansıdır? Pas. Kabarda-Balkaristan Respublikası. Səsin gürlüğü dalğanın nəyindən asılıdır? Pas. Dalğanın rəqs amplitudundan, nəyin kəşf edilməsi ilə oksigenin atom kütləsi ilə müqayisə etmə metodikasından imtina edildi? Pas. İzotopların mövcudluğu, sözün qeyri-müstəqil mənası onun hansı mənasıdır? Pas. Məcazi, Seyid Əzimin necə həmtay tutum hər bitu zibayə səni qəzəli hansı bəhərdə yazılıb? Pas. Rəməl, Zaqafqaziya Seymi hansı hadisədən sonra özünün buraxıldığını elan etdi? Gürcüstan müstəqillik əldə etdikdən sonra. Gürcüstanın mayın 26-sında federasiyadan çıxdığını elan etməsindən sonra İngilis dilinə nizamnamə necə tərcümə edilir?
Çatə. Atlantik okeanını digər okeanlarla birləşdirən gəmiçilik kanalları hansılardır? Malakka Zone, Bering. Kanal Malakka Zone. Süveyş və Panama kanalları. Növbəti iştirakçımız Əşrəf, sən əhvalı necədir? Sağ olun, çoxmuş. Əşrəf, nəçə olmaq istəyirsən? Polis olmaq istəyirəm. Polis olmaq istəyirsən. Nə yaxşı ixtisasçı olmaq istəmirsən sən? 3-cü qrupam olacaq. Qanunu pozan ixtisasçıları cəzalandırmaqla məşğul olmaq istəyirsən? Tam yox, sadəcə olaraq. Tam yox, yəni onlar ixtisasçıdır deyə onları cəzalandırmaq istəmirsən? Yox, qanunu pozan kimdirsə onu. İstənilən insana, yəni peşəsindən asılı olmayaraq kim qanunu pozursa, onu cəzalandırmaq niyyətindəsən əgər polis olsan. Ola biləcəksənmi polis səncə? İnşallah. Yəni polis olmaq üçün insana birinci nə lazımdır? Düzlük, ədalətlilik, düzgün qərar vermə. Bugünkü vəziyyətdən necə? Razısanmı? Yəni polislərimiz ədalətlidirmi sənin fikrincə? Bir qismi ədalətlidir, çox böyük qismi. Və digər qismi niyə ədalətli ola bilmir? Tam deyil də, yəni heç bir işdə tamlıq yoxdur. Yəni müəyyən bir qism ola bilər. Yəni heç bir işdə tam düzgün, ədalətli insan axtarmaq lazım deyil. Yəni belə deyirsən. Bəli. Amma gərək ədalətli insanlar o ədalətsiz insanlara örnək olsun və onları da öz yollarına çəksinlər. Sən necə ədalətli olacaqsan, yoxsa ədalətsiz? İndi 16-17 yaşın var, indi ədalətlisən, indi pak, saf, təmiz bir insansan. Amma illər keçəcək, 4 il, 5 il, 10 il, sən də dəyişə bilərsən. Səncə dəyişəcəksənmi? İnanmıram. Bəs müəllimlərin sənin qalib gəlməyinə inanırmı? İnanırlar. Nə deyib göndəriblər səni bura? Bax, yarım finala necə hazırlaşdırıb göndəriblər səni? Ən azı finala çıxmaz. Yarım finala hazırlaşdırırdılar səni. Bax, ən azı məktəb müəllimlərin, bax, bilirdilər ki, həftənin qalib olumsan, yarım final səni gözləyir. Dərsdə sual-cavab eləyirdilər səni. Xeyr. Hazırlaşdırmayıblar səni. Bu düz deyil. Çünki ən azı qaliblərimizi məktəblərdə müəllimlər hazırlaşdıra bilərdilər, kömək eləyə bilərdilər ki, yarım finalda yaxşı nəticə göstərsinlər. Özün kömək istəmirsənmi müəllimlərindən? Xeyr. Kömək eləmirlər deyə, yoxsa? Yox, sadəcə istəməmişim. Niyə istəməmsən? Fikirləşirsən ki, sən müəllimdən yaxşı bilirsən də müəllimlərə ehtiyac var. Ya hazırlıq müəllimlərinə görə müəllimlərin qısqanclıq eləyir? Xeyr. Əla. Xeyr sözü sənin leksikonunun ən sevimli sözüdür. Hazırsansa başlayaq. Əşrəf, bir dəqiqə vaxtın getdi. Epitet neçənci növ təyini söz birləşməsi formasında olur? Birinci növ təyini söz birləşməsi. Düzdür. Gəncəyə gəlmiş Qafqaz İslam ordusuna kim komandanlıq edirdi? Murat Paşa. Düzdür. Qasım bəy Zakirin Eylər müxəmməsi Ərzun hansı bəhrində yazılır? Həzəz bəhri. Düzdür. Rusiya Federasiyasında Türkçülük Respublikalarından ən çox əhalisi olan dövlət hansıdır? Altay. Başqırdistan Respublikası. Dalğa uzunluğunun vahidi? Metr. Düzdür. Hansısa elementin bir miqdarında nə qədər atom olduğunu necə tapmaq olar? Kütlə ədədinə vurmaq lazımdır. Həmin kütləni bir atomun kütləsinə bölməklə Zaqafqaziya Komissarlığının sədri kimdir? Geceskori. Düzdür. Bölünmə zonası hansı zonaya hüceyrələr verir? Pas. Böyümə zonasına. Avrasiyanın Şimali Amerika materikindən hansı boğaz ayırır? Bering. Düzdür. Açıq Ələskər harda anadan olur? Göyçə mahalında. Düzdür. Zərrəciklərin öz ətrafında elektrik sahəsi yaratma xassəsi necə adlanır? Elektromaqli induksiyası. Elektrik yükü. İndi yalnız ikinci turun nəticələrini söyləyəcəm. Sonra ikinci turdakı nəticələrinizlə birinci turdakı nəticələrinizi toplayıb, üçüncü tura keçən iştirakçıların adını söyləyəcəm. Diqqətli olun, yalnız ikinci turun nəticələri belədir. Əşrəf 8 xalla birincisən, Məhəmməd 6 xalla ikincisən, İlkin 5 xalla üçüncüsən, Ayşən 3 xalla dördüncüsən, Şükür 2 xalla beşincisən, Fidan 1 xalla sonuncusan. Və həmin bu ikinci turda topladığınız xalları birinci turdakı nəticələrinizin üzərinə gələndən sonra nəticələriniz belə oldu. Əşrəf 14 xalla birincisən, Məhəmməd 13 xalla ikincisən, İlkin 12 xalla üçüncüsən. Adını çəkdiyim bu üç iştirakçı artıq üçüncü turdadır. Sizi təbrik edirəm. Ayşən 10 xalla dördüncüsən, Fidan 9 xalla beşincisən, Şükür 8 xalla sonuncusan.
Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi 3-cü tura başlayırıq. Burada iştirakçılarımızın dünya görüşünü yoxlayacağıq. Məhəmməd, Əşrəf, İlkin. Sizi təbrik edirəm, artıq 3-cü turdasınız. 3-cü turda sizin informasiya bolluğunuzu, məntiqinizi və dünya görüşünüzü yoxlayacağıq. Qaydalarımız da dəyişilməyib. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hərənizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə sizdən xal çıxılmayacaq. Və onu da qeyd etməliyəm ki, əgər oyunçu yoldaşınız öz sualına pas deyərsə, səhv cavab verərsə, siz oyunçu yoldaşınızın sualına düz cavab verdiyiniz halda hesabınıza 3 xal yazılacaq. Hesabınızda xal varsa və oyunçu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Burada da son nəticələrinizi birinci və ikinci turdakı nəticələrin üzərinə əlavə eləyəcəyik və bugünkü qalibimizi bu cür təyin eləyəcəyik. Ona görə də diqqətli olun. İlk kateqoriyamız yol əhvalatı adlanır. Yol əhvalatı kateqoriyasının birinci sualı Məhəmməd, sənə səslənir, sual belədir. Tarixdə qeydə alınmış ilk yol nəqliyyat hadisəsi 1896-cı ildə New Yorkda baş verib. Tərəflərdən biri elektromobil, digəri isə bu nəqliyyat vasitəsi idi. Velosiped. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Əşrəf, ikinci sualımız sənə səslənir. Sualımız belədir. Wikipediyaya inansaq, 1997-2007-ci illər ərzində Rusiyada avtoqəzalarda 350 mindən çox adam həyatını itirmişdirsə, 1979-1989-cu illərdə bu müharibədə həlak olanların sayı cəmi 15 min nəfər təşkil edirdi. Söhbət hansı müharibədən gedir? Rusiya-Əfqanistan. Rusiya və SSR və Əfqanistan arasında olan müharibə. Tamamilə doğrudur. Səni təbrik edirəm. Söhbət Əfqanistan müharibəsindən gedirdi. Sən də hesabına 2 xal yazdırdım. Yol əhvalatı kateqoriyasının son sualı İlkin, sənə səslənir, sual belədir. Məsələ görə kişinin ürəyinə gedən yol buradan keçir. Mədədən. Tamamilə doğrudur, səni təbrik edirəm. Məsələ görə kişinin ürəyindən gedən yol onun mədəsindən keçirdi. Sən də hesabına xal yazdırdın. İkinci kateqoriyamız göz yaşları adlanır. Göz yaşları kateqoriyasının birinci sualı Məhəmməd, sənə səslənir, sual belədir. Bu ifadəni Rus ədəbiyyatına ilk dəfə Antiox Kantemir gətirib. Həmçinin Cəfər Cabbarlının ilk dram əsərinin adında da ona rast gəlmək olar. Söhbət hansı əsərdən gedir? Pas. Buyur Əşrəf. Göz yaşı içində sevinç. Dolğun cavab deyil. Ona görə bunu düz cavab kimi qəbul eləmirik. Hesabınızdan 1 xal çıxıldı. Buyur İlkin. Göz yaşları içində gülüş. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. Göz yaşları kateqoriyasının ikinci sualı Əşrəf, sənə səslənir. Sual belədir. Türkiyədə kütləvi ixtişaşların yatırılmasında istifadə edilən göz yaşardıcı qazın adı bu tərəvəzlə eynidir. Biber qazı. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Göz yaşları kateqoriyasının son sualı İlkin, sənə səslənir. Sual belədir. Saxta göz yaşı tökən insanlar üçün bu ifadə işlədilir. Timsahın göz yaşı, timsah göz yaşı. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Üçüncü kateqoriyamız axır qəminiz olsun adlanır. Axır qəminiz olsun kateqoriyasının birinci sualı Məhəmməd, sənə səslənir. Sual belədir. Onun ölümündən təsirlənən Mirzə Fətəli Axundov şərq poemasını qələmə alır. Pushkin. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Axır qəminiz olsun kateqoriyasının ikinci sualı Əşrəf, sənə səslənir. Sual belədir. Tofiq Quliyevin Qəmgin mahnısı bu filmdə səslənir. Ulduz. Səhv cavabdır. Buyur İlkin. Pas. Buyur Məhəmməd. Çox asan sualdır. Biraz fikirləşsəz tapa bilərdiniz. Məhəmməd bu suala düz cavab versə hesabına 3 xal yazdıracaq. Cavab variantın varmı? Qəm pəncərəsi. Səhv cavabdır və hesabından 1 xal çıxıldı. Söhbət onu bağışlamaq olarmı filmindən gedirdi. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Axır qəminiz olsun kateqoriyasının son sualı İlkin, sənə səslənir. Sual belədir.
Ölümün son mərhələsi olan bu vəziyyəti akademik Vladimir Negovski belə xarakteriz edirdi. Bu artıq həyat deyil, amma ölüm də deyil. Bioloji ölüm. Səhv cavabdır. Buyur Məhəmməd. Koma. Səhv cavabdır. Hesabından bir xal çıxıldı. Buyur Əşrəf. Cavab variantım yoxdur. Çox asan sual idi. Çox asan sual idi. Amma tapa bilmədiniz. Söhbət kliniki ölümdən gedirdi. Son kateqoriyamız icazənizlə sizə sual verim adlanır. İcazənizlə sizə sual verim kateqoriyasının birinci sualı. Məhəmməd sənə səslənir, sual belədir. Alimlərin fikrincə bu rəqəmin meydana gəlməsi ədədləri bir-birindən fərqləndirməkdə və riyazi əməlləri etməkdə çox böyük tapıntıdır. Söhbət hansı rəqəmlə gedir? Çox asan sualdır. 0. Məhəmməd, təbrik edirəm, hesabına 2 xal yazdırdın. İcazənizlə sizə sual verim kateqoriyasının ikinci sualı. Əşrəf sənə səslənir, sual belədir. Bizim həyatımızı xilas edin və ya bizim gəmimizi xilas edin kimi şifrələnən siqnal belə adlanır. Sos. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdın. İcazənizlə sizə sual verim kateqoriyasının son sualı ilkin sənə səslənir, sual belədir. 1905-ci ildə Fransız psixoloqu Alfred Binet əqli inkişafdan geri qalmış və köməyə ehtiyacı olan uşaqları müəyyən etmək üçün bunları hazırladı. Pas. Buyur Məhəmməd. Help siqnalı. Kömək siqnalı. Help. Cavab variantını dəqiqləşdir və son qərarını de. Help da yəni ki. Səhv cavabdır. Hesabından bir xal çıxıldı. Buyur Əşrəf. Cavab variantım yoxdur. Söhbət IQ testlərdən gedirdi. Yəni, intellekt əmsalı testlərindən gedirdi. Təəssüf ki, cavab verə bilmədiniz. İndi üçüncü turun, yalnız üçüncü turun nəticələrini söyləyəcəm. Məhəmməd 3 xalım var, Əşrəf 5 xalım var. İlkin 7 xalla üçüncü turu birinciliklə tamamladın. Amma ümumi nəticələriniz isə belədir. Əşrəf və İlkin, sizin hərənizin 19 xalı var. Ona görə də əlavə sual turuna qaldıq. Qalibimizi əlavə sual turundan sonra təyin eləyəcəyik. Məhəmməd, sənsə üzülmə, yaxşı mübarizə apardın. Amma bəlkə də çox riskə getdin, bəlkə də riskə getməli olduğun məsələlərdə, suallarda riskə getmədin. Amma belə alındı. Əşrəf və İlkin, yarım finalın sonuna gəlib çatmışıq. Amma finala gedən iştirakçı ikinizdən biridir. Bunu da əlavə sual turu ilə təyin eləyəcəyik. Çünki xallarınız eyni olduğuna görə əlavə sual turuna qaldınız. Beləliklə, diqqətli olun, əlavə sualımız belədir. James Owen Dorsey'nin dediyinə görə insanın ruhuna təsəlli verən yeganə şey nədir? Məhəbbət, elm, şeir, yoxsa idman? Buyurun, vaxt getdi. Vaxt bitdi. Finala keçən iştirakçımızın adı artıq mənə bəllidir. Sualımızın düzgün cavab variantı B elmdir. İlkin səni təbrik edirəm, sən artıq finaldasan. Əşrəf, üzülmə, yaxşı mübarizə apardın, amma bu dəfə alınmadı. Bu alqışlar da hər ikiniz üçündür. Çünki yaxşı, gərgin mübarizə apardınız. İlkin səni təbrik edirəm, artıq finaldasan. Bugün Ağıl Dəryasında 6-cı mövsümün 38-ci, yəni ikinci yarım final oyununun sonuna gəldik. Çatdıq, İlkin adlı iştirakçımız qalibimiz oldu. Final oyunumuz olacaq. Final oyununda qalib gələn iştirakçımız sürpriz hədiyyəmizi qazanacaq. Facebook ünvanımızsa aktivdir. Layihə rəhbərimiz və prodüserimiz Elçin Bayramov sizin ismarıcılarınızı, rəylərinizi və təkliflərinizi oxuyur və dəyərləndirir. Bu həftə isə məndən bu qədər, harda olmağınızdan asılı olmayaraq ağlınızdan, özünüzdən və kitablarınızdan müğayət olun. Hələlik.